Səni bu hər dəfə görürük biz şəhid dəfnlərində, şəhidlər xiyabanında. Tez gəlirsənmi? Hə, tez gəlirəm. Sən yaxşı burada olursan, tez gəlirsən. Tez gəlirəm ki, həm şəhidlərimizi unutmayaq. Ona görə ki, şəhidlər bizim ürəyimizdir, yaşayacaq, yaşatdıracaq. Bəlkə də etdikləri ilə cənnəti müjdələyir özünə. Vətən uğrunda ən uca zirvəyə yüksələn şəhidlərimizin məzarlarını təmizləyir, gülləri yeniləyir. İsmail bu missiya üçün hər gün yorulmadan, usanmadan Sumqayıtdan Bakıya, şəhidlər xiyabanına üz tutur. İnternat evində oxuyan İsmail, müqəddəs amal uğrunda şəhid olanları bu dünyada sanki qorumağa çalışır. Siləm, eləyirəm, təmizlik eləyirəm, köynə güllə var, köynə güllə tullayıram əynə. Görüm, soğulanı tullayıram əynə, baxıram, nəzarət eləyirəm. Bax, hər gün edirsən bunu? Hər gün. Mən Bakıda oluram, Bakının şəhidlər xiyabanına gedirəm. Orada köynə güllə olur, təmizləyirəm. Onu öz cibimin vəsaitini edirəm. Öz cibimin heç bir adamdan pul almamış, öz cibimin vəsaitini elətdirmişəm. Yəni bu sənin ürəyindən, qəlbindən, istəyindən gəlir, düzdürmü? Düzdür. Sumqayıtda yaşayan İsmail Həsənəliyev vaxtaşırı buradakı şəhidlər xiyabanında da təmizlik işləri aparır. Tez-tez görürəm, yəni burada dəfələrlə qardaşımız məzarını ziyarət edəndə tez-tez gəlir. Baxdığıma, bildiyimə görə Bakıda da şəhidlər xiyabanında olub. Tez-tez şəhidlərimizin güllərini dəyişir, soğanları dəyişir, təzələri qoyur yerinə. Təmizlik işləri görür burada, nəzarət edir, sərgəli işləri görür. Soruşuram ki, niyə gəlirsiz də bura hər dəfə, niyə gəlirsən bura? Deyir ki, mən evdə qala bilmirəm. Yəni özüm də borc bilirəm özümə ki, gəlim burada şəhidlərimizin ən azından nəyəsə bir təmizlik görüm. İsmail deyir ki, şəhidlər xiyabanında təmizliklə kifayətlənmir. Tez-tez şəhid ailələrini də ziyarət edir. O yaşadığı binanın yaxınlığında üzərində şəhidlərin şəkilləri olan lövhə də quraşdırıb. Həyətdə məktəblilər gəlirlər, baxırlar, eləyirlər, sağ olsun deyirlər. Sonra ona görə. Burada xeyir şərəfi də var, onu qarşısına vurmuşsun. O birdiyiniz köçürdüm ora. Bu fikir sənə hardan gəldi ki, belə bir şey eləyəsən? Özüm elətdirmişəm. İsmail torpaq uğrunda canından keçən şəhidləri daima yaşadacağını deyir. Anar Əsədov, Nizami Rəsulov, Xəzər xəbər.